Cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Maşınlarınız necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır. Bu günləri avtomobil üzərində heç bir təmir eləməyəcəm və yaxud da ki, diaqnostika prosesi filan göstərməyəcəm. Sizə öz avtomobilinizdə baş verən hadisələrdən danışmaq istəyirəm. Əgər ki, kimdə ki, bu turbinli mühərrik və yaxud da ki, GDI mühərriklərdəndirsə, onlar mütləq bu proseslərlə qarşılaşırlar. Bir dənə də onu əvvəlcədən vurğulayım ki, bu proseslər Azərbaycan texnik ədəbiyyatında demək olar ki, yoxdur. Yəni, mən rastlaşmamışam. Yəni, detonasiya bəlkə də hansı ədəbiyyatda varsa, müasir ədəbiyyatda, yenə də onu da görməmişəm. Amma növbəti söhbət eləyəcəyim mövzu, yəni LCPI, aşağı dövrlərdə ilkin anlaşma isə heç bir ədəbiyyatda yoxdur. Yəni, belə bir, ümumiyyətlə, nə Azərbaycan texnik ədəbiyyatında, nə Rus texnik ədəbiyyatında belə bir şey yoxdur. Yavaş-yavaş ola bilər ki, bu da sistemə daxil olacaq. Belə ki, Sovetlər Birliyindən qalmış ədəbiyyatlardır, texnik ədəbiyyatlardır. Onları heç kim yeniləmir. Çox təəssüflər olsun. Yenilənən də köhnədən tərcümə olunur və belə deyək də, turbinli mühərriklərin iş prinsipi haqqında çox azdır. Düzdür, üstəlik doldurma sistemlərinin ətraflı məlumatı var, amma üstəlik doldurma sistemlərinin iş prinsipinin mühərrikə təsiri və mühərrikdə öz vəziyyətini alması barəsində var. Yəni, üstəlik doldurma mühərrikinin işində olan nasazlıqlar barəsində heç bir məlumat yoxdur. Ona görə üstəlik doldurma deyəndə turbini nəzərdə tutur, amma yəni, ədəbiyyatda adı belə keçir. Sonra onu da nöqsan eləməyəsiniz. Deməli, bu günləri biz iki mövzudan danışacağıq. Birinci mövzumuz detonasiyadır, ikinci mövzumuz isə alışmanın aşağı dövrlərdə erkən alışmadan söhbət gedir. LCPI deyirlər buna, ümumi, yəni necə deyim sizə, beynəlminəl dildə, beynəlxalq dildə LCPI deyirlər. Görürsünüz, burada mən alışmanı çəkmişəm. Burada Porsche aşağı gedir, görürsünüz. Yəni, bu üçüncü taktdır. Burada isə Porsche yuxarı gedir, sıxmadır. Yəni, burada ikinci taktdır. Yəni, qarışdırmayasınız. Bunlar fərqli şeylərdir. Yəni, detonasiya başqa şeydir. Mən detonasiya haqqında danışmışam. Burada buna çox yer verməyəcəm. Amma LCPI haqqında danışmamışam. İndi bunlar haqqında danışacağım. Bunlar bir-birindən fərqini deyəcəm. Bir də ki, hansı hallarda baş verə bilər, onları deyəcəm. Və buna qarşı nə edə bilərsiniz, onu da deyərəm. Əslində, bu əsaslı məlumat deyil. Yəni, mən sizə deyim, bu, yəni, hər hansı bir ədəbiyyata filan söykənmir. Yəni, belə bir məlumat yoxdur. Sadəcə biz marketoloqların dilindən və yaxud da ki, belə deyək də, yağ istehsalçılarının, sonra, deyim sizə, mühərrik istehsalçılarının dilindən internet resurslarına yayılmış məlumatlara əsaslanaraq belə bir məlumatları yığıb toplayıb qənaətə gəlirik. Başqa heç bir əsas yoxdur bu mövzu barəsində. Detonasiya barəsində var. Əlbəttə ki, detonasiya məlum məsələdir ki, detonasiya 3-cü taktda alışmadan sonra yanıcı qarışığın alışmasında cəbhənin düzgün paylanması nəticəsində xırda partlayışlar olmasıdır. Yəni, yanıcı qarışığın düzgün yanmaması və cəbhələşə bilməməsidir. Və beləliklə detonasiya mühərrikə əlbəttə ki, mənfi təsir göstərir və mühərrikdə cingilti səsi kimi müşahidə olunur. Amma bu isə, yəni aşağı dövrlərdə erkən alışma isə, bu artıq alışmamışdan qabaq, yəni sıxma taktında 3-cü takt baş verməmiş, yəni alışma anı baş verməmiş, qığılcım əmələ gəlməmiş, artıq yanmanın erkən başlamasıdır. Yəni, alışmanın erkən başlamasıdır. Yəni, Porsche yanıcı qarışığı qəbul elədi. Lap yanıcı qarışığı deyil. İndiki mühərriklərdə GDI-da, məsələn, yanıcı qarışıq tam olaraq mühərrikin yanma kamerasına daxil olmur. Belə ki, birinci hava daxil olur. Sonra sıxma taktının yekununda yanma kamerasının minimum səviyyə almasından sonra yuxarı nöqtədə artıq püskürmə baş verir. Belə ki, farsunkalar birbaşa silindrə yedirilmiş şəkildədir. Amma, burada bir dənə məsələ var. Bu vəziyyət, mən bunu dəfələrlə videolarımda demişəm, indi də təkrar edirəm ki, yəni bu püskürmə həmişə belə olmur, həmişə belə deyil. Yəni, maksimum ölü nöqtəyə çatanda yanma kamerasına püskürmə olmur. Elə vaxt olur ki, siz sürətlənəndə püskürmə 2 qat, 3 qat artırılır. Məsələn, həm sormada, həm də sıxmada verilə bilər. Yəni, verilə bilər, belə.
Bunu mühərrikin idarəetmə bloku özü idarə edir. Amma burada isə birmənalı yanıcı qarışıq yanma kamerasına belə deyək də giriş klapanının açılması nəticəsində daxil olur. Həmin anda artıq farsonka da püskürür. Yəni belə idarə olunur. Bu sadə yəni idarə etmə metodikasıdır. Sadə idarə etmə alqoritmidir. Gələk bura. Deməli, bəs burada nə baş verir? Nəyə görə aşağı dövrlərdə erkəlanışma baş verir? Bu ACPI baş verir. Ona görə ki, Porsche-nin üzərində, yəni Porsche-nin səthində qalıq yanıcı maddələr əmələ gəlir. Bəs bu qalıq yanıcı maddələr hardan əmələ gəlir? Mühərrikin yağlanma sistemində istifadə olunan yağdan. Yağdan əmələ gəlir. Sonra belə deyək də artıq doldurmadan əmələ gələ bilər. Yəni turbinin əlavə hava sıxması nəticəsində heç burada yanıcı qarışıq olmasa belə havanın kütləsinin yükünün artılması ilə Porsche-nin yuxarı hərəkət eləməsi artıq belə deyək də ölü nöqtəyə çatmağa az qalmış alışa-alışa getmə kimi bir hiss yaşada bilir. Bu belə deyək, mühərrikin Porsche-ni sıradan çıxarda bilir, partlada bilir, girizə ziyan verə bilir, klapanı yandıra bilir. Detonasiyada isə, yəni siz onun qabağını almaqdan ötürü müəyyən tədbirlər görə bilirsiniz. Amma bunun qabağını almaqdan ötürü tədbirlər görməkdən ötürü. Yəni siz əvvəlcədən bu prosesin baş verməməsini, belə deyək də, necə deyim sizə, təşkil eləməlisiniz. Bəs necə təşkil eləməlisiniz? Müəyyən tərkibli xüsusi yağlar satılır. Səhv eləmirəmsə SP olmalıdır, səhv eləmirəmsə. APSP, yəni SN deyil də, SP. Sonra İlsak GF6. Bu tiplə yağlar özündə belə qalıq çöküntülərin əmələ gəlməsini minimum səviyyəyə çatdırır. Belə ki, onların tərkibində kalsium miqdarını azaldıb, onu maqneziumla əvəz eləyirlər artıq mütəxəssislər və bu prosesin qarşısını almaqdan ötürü əllərindən gələni eləyirlər. Yəni mühərriklər müasirləşdikcə, yəni onlar müxtəlif təchizatlarla təmin olunduqca, turbin, GDI, nə bilim, mən sizə deyim, hətta qaz paylanma mexanizmində edilən dəyişikliklər də buna təsir edə bilər. Müxtəlif, belə deyək də, müasir tipli texnologiyaların daxili yanma mühərrikinə inteqrasiya eləməsi ilə bu proses öz təkmin qüvvəsini artırır və hətta mən deyərdim sizə ki, bu yaxınlarda ədəbiyyata da girəcək. Əgər artıq gəlib bizim qarşımıza çıxıbsa, bu ədəbiyyata da girəcək. Bəs bunu osiloqrafla filan, yəni motor testerlə filan və yaxud da ki, necəsə yaxalamaq olurmu? Bəli, yəni bunu yaxalamaq olur. Belə ki, avtomobilin yanma kamerasında və yaxud da ki, silindrin daxilində baş verən hər hansı bir alışma, yəni belə deyək də qeyri-iradi alışma, yəni şamdan əvvəl alışma, bu yanma kamerasının içində müəyyən bir vəziyyət yaradır. Elə bir vəziyyət yaradır ki, o vəziyyət hələ də, yəni bilirsiniz də, mühərriklər, mən sizə deyim, mən mühərriklərin belə deyək, tarixinə getmək istəmirəm. Yəni Otto mühərrikləri, Atkinson mühərrikləri, yəni Ottodan, Atkinsondan ikisini bir-birinə birləşdirib Miller mühərrikləri. Yəni indi hal-hazırda sizin bu sürdüyünüz Hyundai'lar, Kia'lar, nə bilim, digər mühərriklər, hansı yuxarısı Atkinsonunda, aşağısı Otto'nundur. Bunlar ikisi bir yerdə Miller mühərrikidir. Yəni bunların ikisini bir-birinə birləşdirən mütəxəssisin adı Millerdir, alimin adı Millerdir. İndi bu Miller mühərrikində məlum məsələdir ki, yanma kamerasında vəziyyət belə olur. Yəni sıxma taktında hələ də klapanlardan biri açıq qalır. Yəni bir balaca açıq qalır. Əlbəttə ki, yəni sıxma taktının əvvəlində bu partlayış baş versə, həmin o açıq klapandan, bir balaca açıq qalan klapandan biraz da olsun qazlar bayıra çıxacaq. Bayıra çıxan qazları əlbəttə ki, yanma kamerasının, giriş kollektorunun və yaxud da ki, alışdırma şamının yerinə bağlanmış
təzyiq sensoru ossilloqraf vasitəsilə yaxalaya bilər. Amma çox çətin prosesdir, həddindən artıq çox çətin prosesdir. Bunu yaxalamaq qeyri-mümkündür demək olar ki, amma həssas element olsa, çox həssas element olsa yaxalamaq olar. Bu barədə bir qərar qəbul etmək olar və tədbirlərə başlamaq olar. Hələ ki mənim qarşıma belə bir mühərrik çıxmayıb, mən sizə deyim. Yəni mən belə bir şey görməmişəm mühərriklərdə. Detonasiya görmüşəm əlbəttə ki, yəni detonasiya barəsində qərar da vermişəm, detonasiya barəsində tədbirlər də görmüşük. Eləsi var qalib gəlmişik, eləsi var qalib gələ bilməmişik. Artıq yəni mühərrikin özündə də vəziyyət dəyişəndən sonra, yəni metalın yorğunluğu var da, bilirsiniz də, yəni materiallar müqaməti fəndində keçirlər bunu. Texniki universitetdə filan yəni oxumuş insanlar məncə bilərlər. Materiallar müqaməti fənnində artıq bir müddətdən sonra metalın yorğunluğu barəsində bir mövzu çıxır. Yəni həmin o metalın yorğunluğu bizim daxili yanma mühərriklərinə də aiddir. Metalın yorğunluğu əmələ gələndən sonra bu detonasiyanın qabağını almaq demək olar ki, mümkün olmur. Ondan sonra gələk bu SPI-ya, yəni aşağı dövrlərdə erkən alışmaya nə edə bilərsiniz? Yağı yüksək səviyyəyə çatdıra bilərsiniz. Az buxarlanan yağ olsun. Az çöküntü verilən SAPA-dir. Səhv eləmirəmsə buxarlama, no-knock deyirlər həmin yağlara. O yağlarda buxarlanma az olur, çöküntü az olur, maqnezium tərkibli olur, qatqıların tərkibi çox olur ki, o çöküntü verməsin, yanma kamerasına damcı şəkildə düşəndə, belə ki, yanma kamerasına damcı şəklində artıq yağ düşürsə, bu mühərrikin özündə belə deyək də bir nasazlığın əmələ gəlməsi kimi qiymətləndirə bilər. Amma yenə də düşürsə belə, bu yanma kamerasında sıxma taktında bu yanmamalıdır. Yəni ikinci taktda bu özünü birizə verməməlidir. Əgər verirsə, yenə də təkrar edirəm, mən bu prosesi görməmişəm. Mən bundan heç arada görməmişəm. Yəni mən bilmirəm bu proses belə deyək də mühərriki başa düşdüm, dağıdır. İndi biz deyirik ki, detonasiya Porsche-ni partladır filan bəs məkan, amma mən yenə də mühərriki sökəndən sonra sən buna 92 tökmüsən deyənə məsələni, məsəl üçün deyirəm də, yüksək təzyiqli mühərrikə, yüksək təzyiqli farsunkalarla təchiz olunmuş mühərrikə, yüksək sıxma əmsalı olan Porsche-nin boğazına sən yüksək detonasiyası olan yanacaq tökmüsənsə, bu Porsche-nin partlayıbsa, mən bunu sökəndə deyəcəm ki, detonasiyadandır. Deməyəcəm ki, bunda aşağı dövrlərdə elçən alışma baş verib. Valla, deyim sizə ki, yəni bu mövzu barəsində bilik həddindən artıq azdır. Sadəcə qabağını almaqdan ötürü tədbirlər görə bilərsiniz. Dedim necə? Bir də avtomobilə tip yazanda ehtiyatlı olun. Yəni avtomobili tipləyəndə bu proses arta bilir. Yəni bu proses arta bilir. Belə ki, avtomobilin müəyyən momentini, yəni mühərrikin müəyyən momentini aşağı salanda benzin korreksiyasını, yanacaq korreksiyasını üzr istəyirəm. Yanacaq korreksiyasını və belə deyək də alışma bucağını unutmaq lazım deyil. Burada ən böyük məsələ alışma bucağıdır. Detonasiya məsələsində bunu tənzimləmək mümkündürsə, məsələn, mühərrikin idarəetmə bloku bunu tənzimləyə bilirsə, bunu detonasiya sensoru belə deyək, müşahidə edə bilirsə, məsələn, bu prosesdə isə detonasiya sensoru ilə müşahidə olunan bu belə deyək də xırda alışmalar alışmanı kəsmir də, alışma bucağını da dəyişə bilmir. Heç nə eləyə bilmir. Bəlkə gələcəkdə hər hansı bir mühərrikin idarəetmə blokunda belə bir prosedur olacaq. Yəni alim oturub fikirləşəcək ki, əgər əvvəlcədən bu alışma varsa, biz bura alışma verməyək və yaxud da ki, belə deyək, kalilnaya kislo, nə deyirlər buna, közərmə əmsalı bizə bəs eləyir filan bəs məkan. Amma indi hal-hazırda belə bir tədbir yoxdur. Buna qarşı tədbir var, buna qarşı tədbir yoxdur. Tədbir ancaq sürtkü materiallarındadır, yanacaq sürtkü materiallarındadır. Sürtkü materialların tərkibində isə sən nə edə bilərsən? Yenə də dedim. Yəni təkrar eləmək istəmirəm. Maqneziumdur, külün miqdarının azaldılmasıdır, buxarlanmadır, nə bilim, o yağlarda deyirləri flash point, alışma nöqtəsinin bir balaca uzağa çəkilməsidir filan bəsməkan. Yəni indi bahalı markalarda bir balaca bu söhbətlər yaxşı işləyir, ucuz markalarda bir balaca çətin işləyir. Yenə də belə. Yəni istədim ki, bu mövzu barəsində də xəbəriniz olsun ki, mühərrikin içində belə bir prosesin də getdiyini mütəxəssislər deyirlər. Yeni mühərriklərdən söhbət gedir əlbəttə ki, turbinlə təchiz olunmuş və yüksək təzyiqli farsunkalarla və nasosla təchiz olunmuş mühərriklərdə. Burada isə elə həminki o detonasiyadır. Bu ilə də mübarizə aparmaq, yəni belə deyək də ustaların boynuna düşür. Belə.
Yolda qalmayın.